Salam, hər vaxtınız xeyir olsun. Bloka gedəcək şagirdlər üçün, 3-cü qrup bloka gedəcək şagirdlər üçün davamlı əlimdən gələn, sınaq izahlarını paylaşmağa çalışacağam. Sadəcə səhifəmə dəstəyinizi gözləyirəm uşaqlar. Ümid edirəm ki, dəstək olacaqsınız. Deməli, birinci sualda bizdən soruşur ki, uşaqlar, birinci sualımız nədir? Bir dənə qələmimizi götürək. Deyir, cədvələ əsasən doğru bəndi müəyyən edin. İki müxtəlif nitq hissəsi kimi düşünülə bilər. Birinci buranı müəyyən edirik, sonra keçirik bu tərəfə. Bizən doğruya sözü tələffüzü verib bizə. Bir, doğruya zaval yoxdur. Doğru sifəti isimləşmiş formada. Tələffüzü belə olacaq. Doğruya tələffüzü bu cürdür. Bir də arzu şəklində olan feil, məsələn, tutaq ki, əti doğraya. Və biz bilirik ki, sözün sonu a ilə bitəndə, yönlü hal qoşanda, buradakı a və yaxud ə, uya, üyə, iyə keçə bilər. Yenə də tələffüzü bu formada olacaq. Müxtəlif nitq hissəsi dediyinə görə bu oldu sifət, bu oldu feil. Və biri götürə bilərik. Biri götürə biləcəyimizə görə bir olan variantlarımızı saxlayırıq. Ya 1-2-3, ya 1-2-5 olacaq. Bizim sözü uşaqlar isim ola bilər, mənsubiyyət şəkilçiliyi, bir də əvəzli ola bilər, şəxs əvəzliyi, yiyəlik halda. İkini götürə bilərik, iki müxtəlif nitq hissəsi. Uşaqlar, bitirdi sözünü biz iki zamanda düşünə bilərik. Bitirdi, məsələn, onun işi bitirdi. Bir də işi bitirdi. Yəni, bir dəfə keçmiş zamanda, bir dəfə indiki zamanda. İstənilən formada bu feil olacaq. İki müxtəlif nitq hissəsi kimi düşünə bilmərəm. Zamanı fərqli olacaq. Yalnız bir nitq hissəsi kimi düşünülə bilər. 5-ə baxın. Xalaya sözü bir xalaya yönlü halda olan isim olacaq. Bir də xalıya, xalı, palaz, xalça mənasında. İstənilən mənada bu xalıya sözü, uşaqlar, bu bir nitq hissəsi kimi düşünə bir isim olacaq. Dəliyə sözünü biz necə düşünə bilərik? Bir dəlik, üstəgəl yönlü hal dəliyə formasına çevriləcək. Bir də dəli adam mənasında dəliyə, yəni dəli insana mənasında. Qanadlı sözünü bir qanadlı düşünə bilərəm. Qanadlı quş, qanaddı kimi deyiləcək belə. Bir, məsələn, yaranı qanaddı kimi düşünə bilərəm. Feil keçmiş zamanda. Bir də qanaddır. Yəni isim, hətta bunu 3 nitq hissəsi kimi düşünürəm. Məsələn, yerdə olan qanaddır. Qanaddır yazacağım, qanaddı deyəcəm. Bunu 3 nitq hissəsi kimi düşündüm. Deməli, mənim cavabım olacaq 1, 2, 5. O da niyə 1, 2, 5 olacaq uşaqlar? Çünki şərtimizi ödədi. Uşaqlar, davam edirik. Hansı cümlədə müəyyən miqdar sayı ismin xüsusiyyətini daşımışdı, qəbul etmişdi? Uşaqlar, müəyyən miqdar sayı deyir. Məsələn, qeyri-müəyyəndə də ola bilər, sırada da ola bilər. Bizə müəyyən lazımdır. Araz çoxdan bilirdi ki, onun qonşuluğunda Cəfər adlı məharətli bənna var. Burada çoxdan nə zaman? Bu düzəltmə zərfdir. Başqa da say mən görmürəm. 9-cuların burada sayın isimləşməsi var. Amma sıra sayın isimləşməsi var. Burada da başqa say görmürəm. Həmişə axırlara da baxmaq lazımdır. Birisinin dediyini o birisi təsdiq edirdi. Yarışda iştirak edən şagirdlərin 5-inə bu birisi əvəzlikdir. Şagirdlərin 5-i mənsubiyyət, 5-inə bu 5 müəyyən miqdar sayıdır. Mənsubiyyət hal qəbul edibsə, ismi xüsusiyyətini qəbul etmişdir. Yəni, yadımızda qalsın ki, hal bir də mənsubiyyət. Bunlar ismin xüsusiyyətinin əsas göstəriciləridir uşaqlar. Hansısa bir başqa nitq hissəsinin üstündə görürüksə, həmin nitq hissəsi ismin xüsusiyyətini daşıyıb. Məşədə əsgər getmək istəyəndə Həsənəli bəyin sözü birdən yadına düşdü. Burada birdən düzəltmə zərfdir. Ona görə burada yoxdur. Hansı cümlədə dalağı sancmaq frazeoloji birləşməsinin sinonimi? Yadınızda qalsın ki, frazemlərin sinonimi də, antonimi də, amonimi də frazeoloji birləşmə olmalıdır. Hiss edirdim ki, ümumiyyətlə dalağı sancmaq şübhələnmək mənasındadır. Hiss edirdim ki, mənim hüzurum və söhbətimdən ağa narahat olur. Bu, narahat olmaq ol, et frazem deyil, sinonim ola bilməz. Hadisədən bir gün əvvəl onun ürəyinə dammışdı. Ürəyinə dammaq frazeolojidir. Dalağı sancmaq da frazeolojidir. İkisi də şübhələnmək mənasındadır, hiss etmə mənasındadır. Ona görə, yəni daha doğrusu hiss etmək ən əsas mənası. Ona görə ikisini də frazeoloji sinonim kimi götürə bilərik. Baxırıq növbəti sualımıza.
Dördüncü sualımız nə deyir bizə? Yanlışı istəyir bizdən. Qanadların qayaya çırparaq uçar qartal, dikib yerə gözünü ov üçün baxar dərhal. Mənsubiyyət şəkilsi qəbul etmiş isimlərdən biri adıl, digər təsrih haldadır. Qanadları, mənsubiyyət, qanadlarını qayaya çırparaq, qeyri-müəyyən təsirlikli mənsubiyyət var. Dikib yerə gözü, gözünü, bu da mənsubiyyətdir və təsrih haldadır. Bu müəyyən təsirlikdədir. Bu qeyri-müəyyən təsirlikdədir. Elə cavab A variantıdır. Çünki adıq halda deyil, təsrikdədir ikisi də. Xüsusi isim işlənməmişdir, bəli. Feili bağlama işlənmişdir, çırparaq, bəli. Yalnız qrammatik mənaya malik olan söz də işlənmişdir. Yəni demək istəyir, köməkçinin hissəsi işlənib, bəli, işlənib. Təsriflənən feillərin hər ikisi eyni şəkildədir. Uşaqlar, baxar zamandırsa, qeyri-müəyyən, daha doğrusu, qeyri-qəti gələcək zamandır və xəbər şəklindədir. Sonra uçar, bu da zamandırsa, təsriflənən şəkilləri bunlar nəzərdə tutur. Bu da düzdür. Ona görə cavab A-dır. Lütufkarlıq sözünün təhlillə bağlı yanlış. Lütufkarlıq. Lütufkarlıq. Bu formada deyiləcək. Səs və hərf tərkibi fərqlənir uşaqlar. Yəni səs artıb, səsi azalıb və yaxud səs dəyişimi düzdür. Saitlərdən ikisi qapalı dodaqlanandır, ikisi qapalı dodaqlanan. Cingiltili samitlərin sayı saitlərin sayına bərabərdir. Deməli, L-dır. Uşaqlar, R-dır, R-dır. 3 dənə cingiltili var. 1, 2, 3, 4. Yəni, bu, baxaq görə, bura Ü artacaqmı, artmayacaqmı? 1, 2, baxın. Ü götürək, tutaq ki, Ü götürək, A, I götürək. Deyir, samitlərin sayı saitlərin sayına bərabərdir. Yox, olmadı axı. Saitlərdən ikisi qapalı dodaqlanandır. İkisi qapalı, bəli, olacaq. İkisi qapalı dodaqlanandır. Cingiltili Q samitinin kar qarşılığı işlənmişdir. Q-nın qarşılığı X-dır, işlənib düzdür. Ahəng qanuna tabi olmayan bu söz 3 hecalıdır. Heca deyən kimi uşaqlar tələffüzünə yox, yazılışına baxırıq. 1, 2, 3 dənə, bəli, saiti var. 3 hecalıdır, düzdür. Cavab olur B bəndi. Çünki burada 3 dənə cingiltili samit var. Amma 4 dənə sait var. Çünki sait deyəndə biz tələffüzə baxacağıq, yazıya baxmayacağıq. Ona görə cavab olur B variantı. Feilin hansı şəkillərinə aid nümunə var uşaqlar? Titrəmə, soyuğa, yanma, sazağa, titrəmə, yanma. Bu tərz feillər olur əmr şəklində. Üşüsək, bax, sasəni götürüb yerinə maqmək yaza bilirsənsə, orada şərt şəkilçisidir. Üşümək. Daha buranı artırmıram. Üşümək deyə bilirəm. Demək, bu şərtdədir. Bunlar əmr şəklindədir. Toxunsa, toxunmaq deyə bilirəm. Şərt şəklindədir. İstərik, yorğan, istəyərik. Burada zamandır. Bu da xəbər şəklindədir. Əmr, şərt, xəbər. Cədvələ əsasən uşaqlar, nümunələrlə bağlı doğru fikirləri müəyyən edirik. Deməli, mənəvi dünyaya qalxıb ucalmaq qanadlı duyğuya qismətdir ancaq. Birinci ilə bağlı baxaq. Xəbər şəklində olan təsriflənən feil işlənmişdir. Mənəvi dünyaya qalxıb ucalmaq qanadlı duyğuya qismətdir ancaq. Burada feilimizin biri budur, biri də ucalmaq. Bunlar təsriflənən feil deyil, təsriflənməyən feildir. Ona görə bir səhvdir, birləri atırıq uşaqlar. Çoxaltma dərəcəsində olan sifət işlənib. Baxım elə, mənəvi dünyaya qalxıb ucalmaq qanadlı duyğuya qismətdir ancaq. Xeyr, bu da səhvdir uşaqlar. İkini də ataq. Düzəltmə feilin səs və hərf tərkibi fərqlənir. Ucalmaq, ucadan ucalmaq. Bəli, qıxı olur, düzdür. Buna baxaq, deyir, mürəkkəb feil işlənmişdir. Ayaqlar altında yer oldu. Yer oldu, tapdaq. Daha doğrusu, yer tapdaq oldu uşaqlar. Tapdaq oldu. Tapdaq olmaq, bəli. Qeyri-müəyyən yəylik halda olan isim işlənmişdir. Ayaqların altında, bəli, düz deyil. Təsirli halda olan isimlər konkretdir. Sirrini, məğzini, xeyr, konkret yox, mücərrəddir. Ona görə bu səhvdir. Baxaq hələ burada başqa nə var? Uşaqlar, verilmiş nümunə ilə bağlı yanlış fikri müəyyən etməyimizi istəyir. Variantlardan baxaq, mənsubiyyət şəkilsi qəbul etdiyi üçün söz kökündəki qapalı saiti düşmüş söz işlənmişdir.
Könlümdə. Bax, könül sözü necə yazılır? Könül, düzdür. Könül sözü belə yazılır. Mənsubiyyət qəbul edib deyə, bəli. Saytını itirib, düz deyir. İnkarlıq şəxsi qəbul etmiş, feili sifət işlənmişdir. Baxaq, közərməmiş neçə qığılcım qalıb? Közərmiş qığılcım. Hansı? Közərməmiş. Hə, olar. Götürək. Əmr şəklində olan təsriflənən feil işlənmişdir. Bu şeir marağında min oxucum qalıb, qədir bilən kəslərə misilsiz borcum qalıb, vətənimə, xalqıma xidmət saxladı məni. Zaman var, zaman, hamısında zaman var. Mən başqa burada şəxs onluqlu feil görmürəm ki, əmr şəklində deyim. Ona görə yox. İsmi əvəz etmiş də, cavab belə c-dır. İsmi əvəz etmiş, şəxs əvəzi işlənmişdir. Baxın, mənim olmalı idi. Hardaydı? Gözəlməmiş məni. Aha, bəli, var. Qeyri-müəyyən yerli halda olan isim işlənmişdir. Şeirin marağında. Bəli, işlənib. Uşaqlar, bu sualımız o qədər də çətin deyil. Heç birinə işlənə bilməyən feillərin cərgəsi dediyinə görə götürüb qoyacağıq. Məsələn, bildi idi deyə bilmirəm. Bilsə idi, bilsə imiş. Aha, bu alındı. Baxım idi, baxım imiş, yaşasın imiş, gəlin imiş, gəlin isə. Demək, bunlar olmayacaq. Alırdı, olur. Gərəsi idi, olur. Oxumalı idi, olur. Oxumalı idi. Cavabımız olur B variantı. O, bu əvəzliklərdən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Uşaqlar, qoyula da bilər dediyinə görə, burada ki ədatı gəlib, heç cür qoyulmaz. Güman ki, daha doğrusu modal sözü gəlib hər iki tərəfindən həmişə qoyulacaq. Bunun qoyulmayan forması olmayacaq. Sonra burada mənim əvəzliyi gəlib, burada əvəzi qəbdiyə heç qoyulmaz. Ehtimal ki, modalı gəlib, bunun hər tərəfindən qoyulacaq deyə qoyulmayan forması yoxdur. O ulduzlara baxanda ürəyində gizli bir arzu tutmuşdu. Kim o? Nəyə baxanda ulduzlara qoyular? Bir də filan kəs o ulduzlara baxanda, hansı ulduzlara baxanda, hansı sualını verəndə qoyulmayacaq. Ümid edirəm ki, sizə faydalı olar.